Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu əvvəlki videolarımda da toxumuşam. İndi təzədən bir də toxuyuram ki, təzə gələnlər baxmaq üçün. Bu ilməkləri 2-2 yığıram milimin üstünə. 2 də kənar ilmək yığıram. Sapımdakı 100 qramlıq 350 metrəlik sapdır. Rezinka hissəsində kim necə istəyir elə də yığa bilər. Mən indi burada rezinka toxuyan deyiləm. 2 sıra tərs toxuyub başlayacağım. Bunun üçün indi mən qısa formada 16 ilmək yığacağım milimin üstünə. Belə bir sapı götürürəm. Sapım biraz qalındır. 2 qat eləmişəm sapı. Bu qalan sapı yığıram, əlimdə olan sapdır. 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 ilmək. Buradan düyün atıram bir dənə. Artıq sapı da kəsirəm. Belə. İndi bütün ilməkləri buradan düz toxuyuram. Rezinkasız toxuyuram. Siz rezinka kim istəyir, o cürdə toxuya bilər. Axırıncını da yenə düz toxudum. Tərs üzdən də hamısını tərs toxuyuram. Yenə kənarı da tərs toxudum. İndi kənarı götürürəm. Mən kənarları hamısını tərs götürürəm. Kim düz istəsə düz də götürə bilər, tərs də. Buradan indi 2 ilməyi 2 ilməkdən sonra 1 ilmək çıxardıram. Sonra bu 2 ilməyi toxuyuram düz. Sonra bu götürdüyüm ilməyi belə bu 2 ilməyin üstündən keçirdirəm bu üzə. Sonra yenə 2 düz toxuyuram. 1 2. Sonra yenə 2 ilməyi bu 2 ilməyi götürürəm. Arxa tərəfindən 1 ilmək çıxardıram. Sonra düz toxuyuram bu ilməkləri. 2 ilməyi. Sonra bu götürdüyüm ilməyi üstdən keçirdirəm bu tərəfə.
Yenə də 2 düz. Yenə 2 ilməyi götürürəm. Arxa tərəfindən bir ilmək çıxardıram. Bu 2 ilməyi yenə düz toxuyuram. Bu götürdüyüm ilməyi bu 2 ilməyi üstündən çıxardıram. Yenə 2 düz toxuyuram. Bu 2 ilməyi yenə 2 ilməyin arxa tərəfindən götürdüm. Bu ilməkləri yenə düz toxuyuram 2 ilməyi. Götürdüyüm ilməyi də bu 2 ilməyin üstündən keçirdirəm. Kənarı da yenə tərs toxudum. Arka tərəfdən hamısını tərs toxuyuram. Birinci ilməyi götürürəm. Qalan ilməkləri hamısını tərs toxuyuram. Kənarı da yenə tərs toxudum. Bura indi düz üzüdür. Düz üzdən kənarı götürürəm. Bu əvvəl götürdüyüm ilməkləri indi düz toxuyuram. Yerlərini dəyişirəm. Bu aradakı 2 ilməyin belə arxa tərəfindən yenə götürüb ilməkləri düz toxuyuram. Yenə bu ilməyi götürürəm, üstündən keçirdirəm. Şimdi bunların yerini dəyişirəm. Yenə 2 düz. Yenə 2 ilməyin arxasından götürdüm. 2 ilməyi düz toxuyuram. İki düz yenə. Bu 2 ilməyin yenə arxa tərəfindən götürdüm. İlməkləri düz toxuyuram. Bu ilməyi də üstdən keçirdim. Yenə 2 düz. Kənarı da tərs toxudum. Formada bir naxış alınır. Arxa tərəfdən də yenə hamısını tərs toxuyuram. Formada bir naxış alınır. Bunların yerini dəyişə-dəyişə toxuyuruq axıra qədər. Belə bir naxış alınır. Sağ olun. Gələn videomda görüşənə qədər.